Hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz uşaqlarda allergiyadır. Allergiya nə deməkdir? Allergiya çağırılmamış bir qonaqdır. Bədənə daxil olan normal qidalara qarşı bir cavab reaksiyasıdır. Bu bəzi uşaqlarda qeyri-düzgün formada özünü göstərə bilər. Yəni nəfəs yollarının allergiyası, öskürək, xışıltı, nəfəs darlığı, bir çox uşaqlarda bədən səpkiləri, qaşınmalar, ishal şəklində, qəbizlik şəklində, qusma şəklində, qarın sancıları formasında belə göz qaşınması, askırmalar, burun oxalaması şəklində də uşaqlarda özünü göstərə bilir. Və allergiya yenidolmuş körpələrdən başlayaraq bütün yaş qrupunda olan uşaqlarda biz görə bilirik. Yenidolmuş körpələrdə ən çox biz inək südü allergiyasını görə bilirik və yaş və ay artdıqca uşaqlarda qida allergiyası, nəfəs yollarına daxil olan, tutaq ki, ev tozuna qarşı bir allergiyanın olması, rütubətin dəyişilməsi və sair bu tipdə qida və nəfəs allergiyaları biz görə bilirik. Burada əsas məsələ diaqnozun düzgün qoyulması, diaqnoza görə düzgün müalicənin təyin olunması və müalicə ilə yanaşı təlimatların evdə valideynlərin düzgün edilməsidir. Bu nəyə bağlıdır? Dəri pirik testi və yaxud da damardan götürülən qan ilə biz uşaqların nəfəs və yaxud da qidaya qarşı, hansına qarşı allergiyası var onu dəqiqləşdiririk və ona qarşı, bir daha söyləyirəm, düzgün təlimat, düzgün müalicə və tapşırıqlar yerinə yetirilməlidir.